Salam əziz və hörmətli Mərkəzi Aran Regional Təşkilatının üzvləri və cəmi sədrlərimiz və bütün izləyicilərimiz. Salam Azərbaycan xalqı. Salam şəhidlərimizi sevənlərimiz. Şəhidlərimizə hər zaman yad edənlərimiz. Hər birinizə Allahın salamı olsun deyirəm. Və bu günləri mən Mərkəzi Aran Regional Yevlax Təşkilatının üzvü Məhəbbət Bayramov. Bu günləri yenə cümə günümüz olduğu üçün yolum yenə məzarlığa, Şəhidlər Xiyabanına düşdü. Yəni Yevlax rayon Aran 2 qəsəbəsində məskunlaşan şəhidlərimizin məzarını ziyarətə gəldim və mən bunu özümə borc sandım. Hər bura yolum düşdükcə mən şəhidlərimizi ziyarət edirəm və bütün Azərbaycanın yeni yetmələrinə, cavanlarına borc bilirəm ki, hər kəs, heç kəs şəhidlərimizi unutmasınlar. Onlar bizim tariximizdirlər. Biz hər zaman tariximizi unutmamalıyıq. Onların hər bir səhifəsinə hörmət və izzətlə yanaşmalıyıq. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin və onların cənnətlə müjdələndirsin inşallah Uca Rəbbim. Və bildirmək istəyirəm ki, biz şəhidlərimizi nə qədər yad etsək, nə qədər onları yada salsaq, inanın ki, bizim özümüzün də cismidə ruhumuz yüngülləşər, yükümüz azalar və özümüzü qürurlu hiss eləyərik. Bütün Azərbaycan Respublikasında nə qədər yeni yetmələrimiz var, gənclərimiz var. Hər birisinə Azərbaycanın qan yaddaşına, tarixinə yazılan şəhidlərimizi hər zaman yad eləməsini tövsiyə edirəm. Allah hər birinizə uzun ömür, can sağlığı versin və mənim bura gəlmə səbəbimin də bir hissəsi də bizim sədrlərimiz, bizim birliyimizin, bizim təşkilatımızın, könüllü ictimai nəzarətçilərimizin, könüllü Mərkəzi Aran Regional Təşkilatının sədrlərinin istəyi ilə və onlara olan birliyimizin istəyi ilə və vətənimizə olan sevgimizə xatir, vətənimizi sevdiyimizə görə biz bu günləri hər birimizin borcumuz düşüyor ilə hər zaman burada olaq. Hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Hörmətlə Azərbaycan Respublikası Mərkəzi Aran Yevlax Regional Təşkilatının üzvü Məhəbbət Bayramov. Hər birinizə uzun ömür, can sağlığı arzu edirəm.